Salam, mən İnnovativ Təhsil Mərkəzinin İngilis dili müəllimi Ayda Mari. Bu günlərin belə bir sual bizə ünvanlanmışdır. İngilis dilindən zaman uzlaşması nə zaman pozula bilər? 9-11-ci sinif buraxılış mövzularına aid olan zaman uzlaşması iki halda pozula bilər. Birincidə, diqqət edirsiniz, əgər cümlədə zaman zərfliyi varsa, misal üçün, lövhədəki nümunəyə diqqət edək, I couldn't speak English last year, but I can speak now. Deməli, zaman uzlaşması couldn't, can olaraq pozulmuşdur. Əgər cümlədə zaman zərfi varsa, bu nümunədəki kimi last year, zaman zərfi olan cümlələrdə bəzən zaman uzlaşmasına pozula bilər. Gördüyünüz kimi couldn't, can. Keçən il ingilis dilində danışa bilmirdim, lakin bu il danışa bilərəm. Bu birinci hal, növbəti ikinci hal. Zaman uzlaşmasının pozulduğu ikinci hal isə since olan cümlələrimizdir. Ekranda gördüyünüz düsturda present perfect, since və past simple olan düsturlarda, yəni nümunədə gördüyünüz I haven't met Ayten since I left the school. Bu kimi nümunədə olan düsturlarımızla istifadə olunan cümlələrdə zaman uzlaşması pozulur. Diqqət edirsinizsə, ilk cümlədə haven't dedik, digər cümlədə isə left keçmiş zamanda dedik. Zaman uzlaşması pozuldu. Bu isə zaman uzlaşmasının pozulma halının ikinci halıdır. Deməli, since olan cümlələrdə zaman uzlaşması pozula bilər. Sizinlə mən İnnovativ Təhsil Mərkəzinin İngilis dili müəllimi Ayda Mari.